Təsəvvürün Qədirxumla bağlı 4 dənə ayə gəlib də. Qədirxumla bağlı. İkmal ayəsidir, təbliğ ayəsidir. Bir dənə də sə'lə sailun bi əzabin vaqi. Bir dənə ayədir, orada 2 dənə ayə gəlib. Orada nə baş verdi? Deyirlər, Qədirxum ki bitdi, mən kuntu mövlahu, fəhada əliyyum mövlahu. Mən kimin mövlasıyam? Əli də onun rəhbəridir. Bunu deyən kimi bitəndən sonra məsələ bitdi. Bir şəxs gəldi, yaxınlaşdı. Ya Rasulallah, salam aleykumussalam. Sən ki dedin, mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır, rəhbəridir. Bunu Allah dedi, yoxsa sən dedin? Dedi, yox, Allah dedi. Dedi, əgər Allah deyibsə, mənə bir dənə bəla göndərsin, mən məhv olub, mən buna dözə bilmərəm. Bunun haqqında ayə gəldi. Sə'ələ sailun bi əzabin vaqi. Orada bir nəfər vardı, Allahdan əzab istədi. 30-a yaxın əhl-i sünnə alimi, Əllamə gətirir Əl-Qədirdə. 30-a yaxın əhl-i sünnə alimi deyir ki, bu ayə Qədirxumda nazil oldu bu hadisə ilə bağlı. Kimlər deyir? 4 dənə sizə deyirəm. Sə'ləbi, İbn-i Cəvzi, Qurtubi, Hakim Əsqani. Bunların hamısının səhifəsinin qeydləri var özü. Hakim Əsqani, Əhl-i sünnə, dəyərli əhl-i sünnə qardaşlarımızın mənbəsidir, mənim əziz qardaşlarımın mənbəsidir. Ora baxsınlar, görürsünüz, 30-a yaxın əhl-i sünnə alim. Dedi ki, o hadisə Qədirxumda gəldi. O adam çox mühüm adam deyildi. O adam. Amma Allah Taala bu ayəni onun haqqında nazilləməklə o günün vəziyyətini, insanların durumunu bəyan eləmək istedi ki, Əliyə qarşı bu qədər nifrət var. Nifrət var. Hətta bir nəfər yaxınlaşdı. Dedi ki, Əli, dedi, bəli, o hadisə baş verən kimi, bəla gəldi axı ona, məhv oldu. Dedi, Əlican, dedi, bəli, dedi, burada bunlardan çoxdur ya. Sadəcə bu ürəyini açdı, bəziləri gizlədib. Yəni, sən Peyğəmbərdən sonra içlərini tüküzürlər. Yəni, başına daş düşdülər, adam çoxdur. Düzdür, dedilər, bəxin-bəxinləki ya Əmirəl Möminin, amma sonra... Sonra çətin oldu. Əmirəl Mömin elə bir mövzudur ki, deyir, bəla gəlsin, eşitməyim. Əleyhisselam kimdir? Kimdir? Meyyardır da. Sıxılır da, qulaq asmaq istəmirdi Əmirəl Mömin fəziləti. Ürək elə bir vəziyyətdədir ki, danışmadan mənfə. Demirək, dua eləginlə, əgər Əli idisə imam, dua elə mən qəbul eləyim. Onu istəmirəm də deyir, qəbul eləyim. Mən belə yaşamaq istəmirəm. Mən bunu dözə bilmərəm deyir ki, Əli imam olsun, xeyr olar. Vəziyyət budur. Allah o günün vəziyyətini, durumunu bizə izah eləmək üçün bu hadisə ilə bağlı bir dənə ayə, 2 dənə ayə davamında nazildir ki, yəni o günün durumunu bəyan eləsin ki, vəziyyət bu idi Əliyə qarşı. Hətta ayə necədir? Vallahu ya'simukə. Allah səni özü qoruyacaq, narahat olmayıb Peyğəmbər. Danışqınan. Görünən budur, vəziyyət çox ciddidir ki, Allah Peyğəmbərə deyir ki, çatdır bu məsələni, özüm şəxsən səni qoruyacağam. Gör, nə qədər nifrət var Əmirül Mömindən. Vallahu ya'simukə. Allah səni özü qoruyacaq. Yaxşı. Yaxşı, belə bir durum, belə bir vəziyyət. Adlar çəkilsəydi nə olardı? Əgər adlar çəkilsəydi, Quranı təhrif eləyərdilər. Eləyərdilər. Quranı o ailə çıxardardılar. Siz deyirsiniz, Allah qoruyacaq, Allah belə qorudu dələ. Allah nişanələrlə dedi, ünvanla dedi, vəsflə dedi, həm dedi, həm də qorudu Quran, təhrif olmadı. Həm Əhl-i Beyti qorudu, həm Quranı qorudu. İkisini saxladı. Hə, indi mən əgər qoysam təəssübü kənara, görəcəm nə var, nə yox. Düzdür. Hamımız oturaq, bir dənə belə qəşəng söhbət eləyək. İndi bəzi adamlar bilmir, bilir, qəbul edəcək, çox gözəl. İndi biləniniz odur, qəbul edin, özü bilsin. Bizim vəzifəmiz bu qədər, düzdür. Çatdırma bu qədər. Bu üslubla Allah Taala Quran-ı Kərimi özünü qorudu, yoxsa Quran-ı Kərim təhrif olardı, mənim qardaşlarım, mənim bacılarım. Siz elə-belə bilməyin məsələni. Məsələ çox sıradan bir məsələ deyil, məsələ ciddi məsələdir. Yaxşı.